نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tevhid kitabı Bab men hakkaka tevhid dakhalel cennete bi gayri hisab. Tevhidi yerine yetirenlerin cennete hak hesapsız dahil olacakları hakkında fəsil. Və müəllif rahimehullah 2 ayə və bir hədis gətirmişdir dəlil olaraq. Ayələrdən Nəhl surəsi 120-ci ayədir. İnne İbrahimə kânə ümmətən qânitən lillahi hanifə və ləm yəku minəl müşrikin. Həqiqətən İbrahim aleyhisselam Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdır. Müəllif rahimehullah bu bölümü tövhidi doğrultmağın, yerinə yetirməyin, gerçəkləşdirməyin bəyanı olaraq gətirir və həmçinin onun dərəcəsi, savabı, mükafatı haqqındadır. Yəni, müəllif rahimehullah bundan öncəki bölümlərdə tövhidin dərəcəsini, fəzilətini və hansı günahları silməsinə dəlil olaraq bölümlər gətirmişdir. Və bunları bəyan etdikdən sonra indi isə bu bölümdə qeyd edir ki, mən haqqaqat tevhid dakhaləl cənnətə bi gayri hisab və la azab. Yəni kim tövhidi gerçəkləşdirərsə, yəni yerinə yetirənlərdən olarsa, cənnətə hesabsız, haqq hesabsız və əzabsız daxil olar. Yəni də bunun da mənası odur ki, hesaba çəkilmədən, əzab verilmədən birbaşa cənnətə girənlərdən olar. Və sözsüz ki, bu da uca mərtəbədir, uca dərəcədir. Allah Teala bəndələrindən istədiyini, yəni bu mərtəbəyə müvəffəq edir. Tövhidi gerçəkləşdirmək deyildiyi zaman, bundan nəzərdə tutulan onu tamamlamaq, tövhidi kamilləşdirmək nəzərdə tutulur. Və tövhidi də tamamlamaq, kamilləşdirməyin də 2 dərəcəsi var. Birinci, vacib olan tamamlamaqdır. İkincisi isə müstəhəb olan tamamlamaqdır. Yəni müstəhəb, yəni vacibdən əlavə. Və yaxud da buna başqa formada desək, muqtasidlərin dərəcəsi və müqarrabların dərəcəsi. Yəni, deyək ki, möminlərin dərəcəsi, bir də muhsinlərin dərəcəsi. Yəni, bunlardan hər biri, muqtasid də, mömin də, müqarrab da, muhsin də artıq tövhidi gerçəkləşdirənlərdən sayılır. Və həmçinin cənnətə hesabsız və əzabsız girməyə layiq olanlardandır. Amma bununla yanaşı mühsinlərin dərəcəsi, öndə gedənlərin dərəcəsi daha üstündür, daha ucadır. Çünki Allah Teala Ahqaf surəsində buyurur: "Və dərəcətun mimmə amilu." Onlardan hər birinin etdiyi əməllərinə görə dərəcələri vardır. "Və yuvaffiyahum a'malahum və hum la yuzlamun." Allah Teala onların əməllərini tam şəkildə mükafatlandıracaq və onlara əsla zülm, haqsızlıq olunmayacaqdır. Yəni, alimlər bunun bir növ tərifi haqqında, qaydası haqqında deyirlər. Yəni, gerçəkləşdirmək necə olur? Yəni, vacib olan tövhidi gerçəkləşdirmək, hansı ki, bu muqtasidlərin dərəcəsidir. Yəni, tövhidi şirkin qarışığından, bidətdən və asiliklərdən təmizləməkdir. O ki, qaldı böyük şirkə
böyük şirk tövhidin əslini pozur. Tövhidin yəni kökünü, bünövrəsini dağıdır. Amma kiçik şirk isə ona kamilliyinə, vacibin kamilliyinə xələl gətirir. Həmçinin bidətlər, hər iki növü sözlə olan və feillə olan bidətlər də tövhidin vacib kamilliyinə xələl gətirir. Və həmçinin böyük günahlar, asiliklər də belədir. Günahların da, asiliklərin də tövhidə təsiri vardır. Tövhidi gerçəkləşdirmək, deməli, onu tövhidi şirkin qarışıqlarından, bidətdən və asiliklərdən təmizləmək deməkdir. Və bu üç şeyi də alimlər avaiq adlandırır. Avaiq da maniyələr deməkdir. Çünki şirk, bidətlər və asiliklər insanın Allaha aparan yolunda cənnətə çatmasına və Allahın rizasına çatmasına bir maniyədir. Birinci maniyə şirk maniyəsidir, ikinci bidət maniyəsi və üçüncü isə asiliklər maniyəsidir. Yəni şirk maniyəsindən xilas olmaq insanın tövhidi ixlasla yerinə yetirməsi ilə olur və bidət maniyəsindən isə xilas olmaq, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyi doğrultmaqla olur və günah maniyəsindən xilas olmaq isə, yəni insanın nəfsinə qarşı vuruşaraq onu etməməklə, günahı etməməklə, əgər birdən düşərsə, dərhal tövbəyə tələsməsi ilə olur. Yəni insan bəndə xatadan məsum deyil, yəni salamat qalmır. Lakin düşdüyü zaman, yəni birincisi nəfsinə qarşı insan vuruşmalıdır. Əgər birdən günaha düşərsə və dərhal tövbəyə tələsməlidir. Amma o ki qaldı insanın günahlar, asiliklər üzərində israr etməsi və şək yoxdur ki, hətta bu tövhidin, vacib tövhidin özünə də gerçəkləşdirilməsinə də təsir edir. Çünki tövhidin, vacib tövhidin gerçəkləşdirilməsi onun şirkin qarışığından, bidətlərdən və asiliklərdən təmizləməklə olur. Yəni kim tövhidini təmizləyərsə, paklaşdırarsa o qarışıqlardan cənnətə hesabsız və əzabsız girər. Çünki hesab və əzab yəni haram işə görə və yaxud vacibi tərk etməyə görədir. Amma kim ki tövhidi gerçəkləşdirir, o tövhidi gerçəkləşdirən insan haram əməllər etməməli və vacibi tərk etməməlidir. Və bununla artıq tövhidi vacib olanı gerçəkləşdirmiş olur. Və bundan da üstün olan dərəcəsi isə vacib olanı gerçəkləşdirdikdən sonra əlavə müstəhəb olan gerçəkləşdirmə, doğrultma vardır. Və bu da insan buna görə savab qazanır, amma bunun müstəhəb olanı tərk etdiyinə görə günah cəzalanmır. Və bu da elədir ki, insanın yarış meydanında, ötüş meydanında yarışmasıdır uca dərəcələri qazanmaq üçün. Necə ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnnə əhləl cənnəti yətərəavnə əhləl ğurafi min fəvqihim kəmə yətərəavnə əl-kəvkəbəd-durriyəl qabirə fil-ufuq minəl-məşriq əvəl-məğrib litafaduli mə beynəhum. Yəni cənnət əhli cənnətdə ucqar güşə sahiblərini, ucqar otaq sahiblərini, yəni insanlar üfüqdəki ulduzu gördükləri kimi görəcəklər, yəni uzaqda görəcəklər və bu da aralarında olan o fərqə görədir. Deməli, cənnət əhli də öz aralarında dərəcələri biri digərindən fərqlidir. Deməli, insan vacib olan tövhidi gerçəkləşdirdikdən sonra
əlavə olanı gerçəkləşdirməsi isə bu müstəhəbdir. Yəni insanın xeyir əməllərdə cənnət nemətlərini qazanmaqda, dərəcələri qazanmaqda yarışmasıdır, ötüşməsidir. Deməli, bu sözün xülasəsi odur ki, tövhidi gerçəkləşdirmək iki növdür, iki dərəcədir. Bir vacib olan gerçəkləşdirmək, ikincisi isə müstəhəb olan gerçəkləşdirməkdir. Və bunların hər iki növü də, hər iki dərəcəsi də cənnətə hesabsız və əzabsız girənlərdir. Amma kim tövhidə xələl gətirərsə, yəni əslini pozmasa belə, xələl gətirərsə, cənnətə girəcək, lakin hesaba çəkildikdən sonra və əzabı çəkdikdən sonra cənnətə girməzdən əvvəl təmizlənmə olacaqdır. Yəni, o deməkdir ki, onun cənnətə girməsi tövhidə xələl gətirdiyinə görə ilk girənlərlə olmayacaqdır. Allah Teala bu üç qismi Qur'anda zikr edir. Fatir surəsi 32-33-cü ayələrdə ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذ۪ينَ اِسْتَفَيْنَا مِنْ عِبَادِنَا Sonra biz kitabı bəndələrimizdən seçdiyimiz kimsələrə varis etdik. فَمِنْهُمْ ظَالِمٌ نَفْسِهِ Onlardan bəziləri özlərinə zülm edənlər. وَمِنْهُمْ مُقْتَصِدٌ Və bəziləri muxtasidlərdir. وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ Və bəziləri də Allahın izni ilə xeyirdə öndə gedənlərdir. ذَلِكَ وَالْفَضْلُ الْكَبِيرِ Və bu da böyük bir lütfdür. Cənnətu adnin yədxulunəhə Yəni onlar adın cənnətlərinə daxil olacaqlar. Kimdir onlar? Əs-sələsə fəl-vav fi qavli yədxulun təşməl zalim nəfsi. Yəni Allah qal cənnətu adnin yədxulunəhə. Yəni bu üç sinifi də əhatə edir. Hətta özünə zülm edəni də əhatə edir. Çünki Allah Teala ayənin əvvəlini onların vəsfi ilə başlamışdır. Ki onlar Allahın qullarıdır, onlar seçilmiş kimsələrdir. Lakin muxtasidlər, yəni möminlər və xeyirdə öndə gedənlərin cənnətə girməsi isə ilk girənlərlə olacaqdır. Yəni əzab çəkmədən. Amma o ki qaldı özünə zülm edənlər, yəni mömindir, müsəlmandır, yəni günahları var, asilikləri var və onlar əzab mərhələsini keçdikdən sonra, günahlardan təmizləndikdən sonra məalı, dönüş yeri cənnət olacaqdır. Nəyə görə? Tövhid əhli olduğuna görə. Tövhid əhli olduğuna görə günahlardan təmizləndikdən sonra, yəni bu da tövhidin fəzilətindəndir ki, tövhid əhli əbədi cəhənnəmdə qalmayacaqdır, yəni günahları olsa belə. Deməli, bu müəllif rahimehullahın gətirdiyi bu bölüm, yəni tövhidin gerçəkləşdirməyin bəyanıdır. Hansı ki, insan gerçəkləşdirərsə tövhidi, bundan öncə götürdük, yəni bir var demək, la ilahə illallahı, bir də var insan la ilahə illallah dedikdən sonra onu doğrultmaq. Doğrultmaq da nədir? Yəni la ilahə illallahın tələb etdiyini yerinə yetirmək, o da insandan tələb edir ixlası, ibadətləri tək olan Allaha yönəltməyi və həmçinin şirkdən çəkindirir. Yəni insan şirkdən çəkinməli. Əgər gerçəkləşdirərsə, hesabsız və əzabsız cənnətə girənlərdən olacaqdır. Və müəllif rahimehullah bu bölümə dəlil olaraq gətirir Ən-Nəhl surəsi 120-ci ayəni İnnə İbrahimə kənə ümmətən qanitən lillahi hanifən və ləm yəkun minəl müşrikin. Yəni həqiqətən İbrahim əleyhissalam Allaha müti, hənif, yəni batildən haqqa tapınan bir imam idi və o heç vaxt müşriklərdən olmamışdır. Müəllif rahimehullah bu ayəni zikr edir bu bölümdə nəyə görə? Tövhidin gerçəkləşdirilməsini bəyan edərək, onu tamamlamağın və burada da orada olan sifətlər, əməllər, yəni tövhidi gerçəkləşdirən insanların vəsfləri keçir. Hansı ki onlar nümunədirlər insanlara. Allah Teala İbrahim əleyhissalam haqqında buyurur. Qad kanat lakum uswatun hasanatun fi İbrahim. Artıq sizin üçün İbrahim əleyhissalamda gözəl nümunə vardır. Və İbrahim əleyhissalam tövhidi gerçəkləşdirənlərdən idi və bu işdə də o nümunədir. Nümunədir, bir ümmətdir. Ümmətin mənalarından xeyirdə imam mənasını verir. Yəni kim
tövhidi gerçəkləşdirmək istəyirsə, bu imamların tərcümə halına, vəsfinə baxsın, xislətinə baxsın. Yəni onlar necə tövhidi gerçəkləşdirmişlər. Yəni Allah Teala Peyğəmbər İbrahim əleyhissalamı müəyyən vəsflərlə vəsf edir. Onlardan biri də tövhidi gerçəkləşdirməsidir. Yəni kim bunlarla maraqlanarsa, yəni tövhidi tamamlayarsa, doğruldarsa, gerçəkləşdirərsə, kamilləşdirərsə, artıq tövhidi yerinə yetirənlərdən sayılır. Tövhidi yerinə yetirənlərdən sayılır. Deməli, burada keçir ki, İbrahim əleyhissalam bir nümunə idi. Və onu da gətirir ki, onu bu işdə də, tövhid məsələsində də, yəni nümunə götürülməsi üçün. Həqiqətən nümunə məsələsi həm faydalıdır və bəzən də təhlükəli ola bilər. Əgər yəni yaxşı nümunə olarsa, yaxşı nümunə insan üçün olduqca faydalıdır və onu nümunə götürməklə o kəsi, yəni insan xoşbəxtliyə qovuşur və həmçinin çox təhlükəli olur, payı olmayan bir insanları, yəni Allahdan uzaq olan bir insanları nümunə götürməklə. Hətta Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnnəmə əxafu alə ümmətil əimmə əl-mudillin. Mən ümmətim üçün azdırıcı imamlardan qorxuram. Azdırıcı imamlardan. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ümməti üçün bundan çox qorxardı. Və hətta deyərdi ki, axvafümə axa, ən çox qorxduğum ümmətim üçün azdırıcı imamlardır. Çünki onların insanlara olan təhlükəsi daha böyükdür. Və burada da müəllif rahimehullah bu ayəni gətirir ki, İbrahim əleyhissalam həniflərin imamı olub, Allahın xəlili olub, dostu olub və bizə də əmr edir ki, onu nümunə götürək. Qad kənə ləkum usbatun həsənətun fi İbrahim. Yəni İbrahim əleyhissalamda sizin üçün gözəl nümunə vardır. Yəni Allah Teala əmr edir ki, onu nümunə götürək və onun dinindən üz çevirənlərdən çevirməkdən çəkindirir. Kim belə edərsə, üz çevirərsə artıq o səfihlikdir, səfihdir, azınlıqdadır, zəlalətdədir. Və burada keçən sifətlər də İbrahim əleyhissalamın mübarək sifətləridir. Hansı ki, tövhidi gerçəkləşdirmək. Və bu ayədə də 4 sifət keçir. Onlardan birincisi Allah Teala buyurur ki, İnnə İbrahimə kənə ümmə. İbrahim əleyhissalam bir ümmət idi. Yəni bu ümmət sözü, yəni bundan öncə də götürülür, ümmət sözünün müxtəlif mənaları var. Və burada iki şeyi əhatə edir, bir-birini gərəkdirən. Yəni birisi o birisi üzərində qurulur. Birincisi odur ki, iştəməl fi sıfatul xeyr və ma'anil fadl. Yəni onda xeyir sifətləri və fəzilət mənaları cəm olmuşdur. Fəhvə ümmə iştəməl fi sıfa. Yəni o İbrahim əleyhissalam bir ümmət idi. Onda fəzilətli sifətlər və kamil ədəblər, böyük əxlaq, qulluq, ixlas cəm olmuşdur. Buna görə o ümmətdir. Və ümmətin ikinci mənası isə o nümunə rəhbər deməkdir. Nümunə götürülən kimsə. Lə yeşə əhədun ən yəqtədi bi fi fadil məl illə və yəcrü muttasifən. Yəni insan hər hansı bir xeyir əməldə nümunə götürmək istəyərsə və görər ki, o sifət onda İbrahim əleyhissalamda vardır. Və buna görə də insanın, yəni bir ümmət olması da onda xeyir sifətlərinin cəm olması ilə olur. Belə olarsa başqası üçün nümunə ola bilər. Necə ki Allah Teala Rəhmənin qulların dualarında buyurur ki, وَجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Yəni Rəhmənin qulları dua edərək deyirlər ki, bizi müttəqilərə imam et. Müttəqilərə imam et nə deməkdir? Yəni müttəqilərin nümunə götürdüyü kimsələrdən et. Və sələflər deyir ki, وَجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا وَجْعَلْنَا مُؤْتَمِّينَ بِالْمُتَّقِينَ. Müttəqilərə tabi olanlardan, ya da bir mənaya tabi olanlardan et. Və yaxud da müttəqilərin də imam nümunə götürdüyü kimsələrdən et və həmçinin onların sözlərində gəlir ki, insan
nümunə götürülən kimsələrdən olması üçün özü də müttəqiləri nümunə götürməlidir. Çünki insan özündən əvvəl müttəqiləri nümunə götürməsə, yəni sahabələrin yolunu tutmasa və onların ardınca gələnlərin yolunu tutmasa, o özü də yəni müttəqilərə imam ola bilməz. Allah Teala buyurur Tövbə surəsi 100-cü ayədə: "Vəs-səbiqunəl əvvəlun minəl muhacirin vəl-ansar vəllezîne itteba'uhum bi ihsan." İlk öndə olan mühacirlər və ənsarlar, başqalarını qabaqlayanlar və bu yaxşı işdə onlara tabi olanlar, yəni haqq yolda, doğru yolda tabi olanlar müttəqilər üçün də nümunə götürülən bir kimsələr olur. Amma o ki, qaldı insanın sələflə, keçmiş salih insanlarla bir əlaqəsi yoxdursa, onlardan ayrıdırsa, sadəcə iddia edir imam olduğunu, yəni o özü müttəqilərin yolunu tutmayıbsa, onları nümunə götürməyibsə, yəni necə o nümunə götürülə bilər və yaxud da imam ola bilər. Yəni bəzi insanlar sələflərə qarşı düşmənçilik edir. Sələf imamlarına tənə edir və düşmənçilik haqqında da onun batil kəlamları var. Görürsən ki, ona deyilir ki, imam. Yəni hansı imamlıq ola bilər belə bir insanda? Yəni o yalnız o nəzərdə tutula bilər ki, yəni batildə imam, batildə nümunə götürülən bir kimsə. Amma hidayət imamı isə, yəni o insandır ki, onun sələflərlə əlaqəsi var, onlara tabi olur və onların yolunu getməyə çalışır. Və bu peyğəmbərlərin də önündə keçir. Ulaikellezine hadallah fe bihudahu muqtadi. Onlar Allah Teala'nın hidayət etdiyi kimsələrlə sən də onları nümunə götür. Və buna görə də bu ayədə keçir ki, İnne İbrahimə kənə ümmə. İbrahim Aleyhisselam bir ümmət idi. İkinci vəsf isə qanitən lillah, qanit. O qunut edən, yəni Allaha itaat edən, müti olan kimsə idi. Yəni davamlı olaraq itaətdə, davamlı olaraq ibadətdə, xuşu içərisində və müti olaraq Allaha ibadət edənlərdən idi. Yəni İbrahim Aleyhisselam kənə qanitən, qanit idi. Yəni davamlı olaraq ibadətdə, ibadəti qoruyanlardan və xuşunu, mütülüyü, Allahın qarşısında zəlilliyi qoruyanlardan idi. Və bu da tövhidi gerçəkləşdirənlərin ikinci sifətidir. Qanitən lillah. Üçüncü sifət isə hənifən. Hənifiyyə, həniflik də İbrahim Aleyhisselamın dini sayılır. Yəni batildən, zəlalətdən haqqa yönələn hər bir batil və zəlalət demək olar ki, o doğru yoldan uzaq olmaq sayılır. Hənifin əksi sayılır. Hənif isə yaxşı işə yönələn və onu doğru yoldandır. Yəni şirkdən, zəlalətdən və batildən meyl edən, yəni ona yaxın getməyən, ixlasa yönələrək tövhidi, itaati, qulluğu gerçəkləşdirən deməkdir. Və dördüncü vəsf isə vələm yekun minəl müşrikin. O heç vaxt müşriklərdən olmamışdır. Və bu da ən mühüm sifətlərdən sayılır. Yəni şirkdən və şirk əhlindən uzaq olmaq, yəni yaxın gəlməmək onlara, həm şirkə, həm də şirk əhlinə. Və İbrahim Aleyhisselamın duasında da keçir ki, vəcnubni və bəniyyə ən nə'budəl asnam. Məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru. Məni və zürriyyətimi bütlərə tapınmaqdan qoru. Və həmçinin vələm yekun minəl müşrikin. O heç vaxt müşriklərdən olmamışdır. Və Allah Teala buyurur: "Qad kanat lakum uswatun hasanatun fi İbrahim." İbrahim Aleyhisselamda sizin üçün gözəl bir nümunə vardır. "Vellezine ma'ahu." Onunla bərabər olanlarda. "İz qalu liqavmihim inna bura'u minkum." O vaxt ki onlar öz qövmlərinə dedilər ki, biz sizdən bəriyik, uzağıq. "Və mimma ta'budun min dunillah." Sizin Allahdan qeyri ibadət etdiklərinizdən. "Kafarna bikum və bada beynena və beynekumul adawa." Yəni biz sizə küfr etdik, yəni küfr mənası nədir? İnkar edirik sizin ibadət etdiklərinizi, sizin əməllərinizi qəbul etmir
ibadətlərinizi inkar edir. Və bədə beynənə və beynəkumul ədəv. Bizimlə sizin aranızda ədavət başladı. Vəl bağdav əbədən, əbədi olaraq hətta tu'minu billahi vahdə, Allaha tək olan Allaha iman gətirməyincə bu davam edəcəkdir. Və bu da şirkdən insanın uzaq olmasıdır. Çünki burada uzaq olmalarını etiraf etdilər, ifadə etdilər. Və ləm yəkun minəl müşrikin, və həmçinin İbrahim əleyhissalam da müşriklərdən heç vaxt olmamışdır. Heç vaxt müşriklərdən olmamışdır. Həmişə onlardan uzaq olmuşdur. Deməli, bu mübarək ayədə, Nəhl surəsi 120-ci ayədə tövhidi gerçəkləşdirənlərin, doğruldanların vəsfləri, sifətləri keçir. 4 sifət keçir. Və həmçinin müəllif rahimehullah ikinci ayəni dəlil olaraq gətirir. Möminun surəsi 59-cu ayə. Deməli, bu ayədə də Allah Teala buyurur ki: "Vəllezîne hum bi rabbihim la yüşrikun." O kəslər ki, Rəbbinə şərik qoşmazlar. Və bu da tövhidi gerçəkləşdirənlərin sifətidir. "Vəllezîne hum bi rabbihim la yüşrikun." Deməli, ən böyük vəsf insanın tövhidi gerçəkləşdirən insanın şirkdən uzaq olması və şirk əhlindən uzaq olmasıdır və bundan həzər etməsi və şirkə düşməkdən çəkinməsidir. Fəhum la yüşrikunə billah. Deməli, tövhidi gerçəkləşdirən kimsələr Allaha şərik qoşmazlar. Onlar şirkdən olduqca həzər edirlər, çəkinirlər və bu da qəlblərində olan sidqə, imana və ixlasa görə. Və həmçinin onlar tövhidi gerçəkləşdirməkdə öz nəfslərinə qarşı vuruşurlar. Qəlbdə olan hər hansı bir şək və yaxud sidqdə, ixlasda olarsa, yəni insan tövhidi gerçəkləşdirmir. Əgər insan sadiq olarsa, ixlaslı olarsa, həm Allahla imanında, tövhidində ibadətini təmiz şəkildə Allaha yönəldər. Şək yoxdur ki, sidq və ixlas əməlin doğruluğunu ortaya çıxardır və həmçinin insanın itaat üzərində doğru yolda olmasına yönəldir. Deməli, tövhidi gerçəkləşdirənlərin ən böyük vəsflərindən biri də وَالَّذ۪ينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ. O kəslər ki, Rəbbinə şərik qoşmazlar. Və bundan sonra müəllif rahimehullah bir uzun hədis gətirir və inşallah onu növbəti dərsə götürərik. Hələlik bununla kifayətlənir. İnşallah suallar varsa suallara keçirik.